müsabiqənin test və müsahibə mərhələsinə hazırlığı həyata keçirməkdəyik. Yəni qısacası onu deyim ki, yəni ümumi bütün fəaliyyətimiz Azərbaycan Respublikası dövlət qurumlarına, müxtəlif vəzifələrə Azərbaycanın gənc potensialını hazırlamaq və sizi kimi gənclərin, bir qədər formalaşmış şəxslərin bu həyatda uğur qazanmasına, nail olmasında köməkli olmaqdır. Yəni fəaliyyətimizin əvvəli də təsirdir, sonu da təsirdir. Bu yolda gedən hər kəsə Allah can sağlığı versin. Artıq sizin əksəriyyətiniz demək olar ki, müxtəlif mövqelərdə fəaliyyət göstərən şəxslərsiniz. Ona görə sizə nəyisə öyrətmək deyildikdə biraz ayıb olar. Yəni sizinlə əsas məqsədimiz odur ki, informasiya mübadiləsi aparaq, diqqətimizdən kənar qalan bir sıra məsələləri yenidən yada salaq, xatırladaq və bilmədiyimiz nə varsa da həmin informasiyanı bölüşərək onları əldə etməyimizdə nail olaq. Ona görə də biz artıq ilkin olaraq mən sizə bəzi məlumatları verim. Deməli, biz dünya görüşü hissəsində nələrlə rastlaşacağıq? Deməli, birinci bölməmiz gedəcək bizim Azərbaycan üzrə sual blokudur. Azərbaycan üzrə sual blokundan sonra biz dünya üzrə sual bloku, hüquq və iqtisadiyyat üzrə sual bloku və ən nəhayət müasir trendlərlə bağlı sual blokundan rastlaşacağıq. Bəs Azərbaycan üzrə sual blokunda bizi nələr gözləyir? Deməli, yoldaşlar, bu bölmədə biz Azərbaycanın tarixi, birinci məsələ tarix. Yəni, dünya görüşü dedikdə birinci ana məsələ tarix. Tarix bütün həyatımızda baş verən proseslərin bizə yansıyan qeydiyyat formasıdır ki, onun içində demək olar ki, 90% informasiya dünya görüşünü əhatə edir. Həmçinin Azərbaycan dövlət rəmzləri, Azərbaycan bayraqları, Azərbaycanın coğrafi mövqeyi, Azərbaycan yəni fiziki coğrafiyası, siyasi coğrafiyası, Azərbaycanın torpaq tipləri, Azərbaycanın iqlimi, Azərbaycanın relyefi, Azərbaycanda yaranan o cümlədən tarixi dövlətlər, Azərbaycanda bayramlar, Azərbaycanda qoruqlar, Azərbaycanda yasaqlıqlar, Azərbaycanda deyək ki, mədəniyyətimizə dair dastanlar, Azərbaycan ədəbiyyatı, Azərbaycan yazıçıları, Azərbaycanda maarifçilik məsələsi, Azərbaycanda təsərrüfat, Azərbaycanda belə deyək, yetişdirilən texniki bitkilər, Azərbaycanda şəhər adları, onların mahiyyəti, Azərbaycanın iqtisadi coğrafi rayonlaşması məsələsi, Azərbaycanda milli geyimlər məsələsi, Azərbaycanda bilmək olar ki, son illərdə, xüsusilə son 15 ili əhatə edən cari illər, hər bir ilə aid edilən adlar, Azərbaycanda yaradılan sənaye parkları, Azərbaycanın inzibati coğrafi rayonlaşması məsələsidir, xüsusilə Azərbaycan inzibati rayonları və onların sərhədləri verilir xəritədə. Sonra Azərbaycanda yaradılan ağıllı kənd layihələri çox aktual bir məsələdir ki, son dönəmdə aktualdır. Azərbaycan xalçaçılığı, Azərbaycanda belə deyək, UNESCO, Azərbaycan UNESCO əlaqələri, Azərbaycanda peyklər məsələsi aktualdır. Son illərdə Azərbaycan dövlət tərəfindən kosmosa buraxılan peyklər və onun iqtisadi, siyasi məqsədləri. Sonra Azərbaycanda tarixi şəxsiyyətlər məsələsi, Azərbaycan tarixində Azərbaycan dövlətlərinin və xalqının həyatını əhatə edən belə deyək, müqavilələr, Azərbaycan dövlət müstəqilliyi məsələsi, Azərbaycanda uşaq ədəbiyyatı məsələsi, Azərbaycan muğamları məsələsi, Azərbaycan belə deyək, çayları, istər daxili çaylar, istər tranzit çaylar, istər sərhəd çayları məsələsi, Azərbaycanda opera məsələsi, opera mədəniyyəti, Azərbaycan xalqının etnik tərkibi, Azərbaycanda memarlıq abidələri, Azərbaycan xalqının birinci və ikinci dünya müharibəsində iştiraki məsələsi və orada yaranan Sovet İttifaqı qəhrəmanları, Azərbaycanda araşdırma aparan, belə deyək, əcnəbilər, Azərbaycanda son illərdə keçirilən Formula 1 yarışları, Qəbələ Musiqi Festivalı, Xarı Bülbül Musiqi Festivalı, Azərbaycan Türksoy əlaqələri, Azərbaycanda keçirilən Avropa oyunları, İslam oyunları, sonra belə deyək, birinci Qarabağ müharibəsi, Vətən müharibəsi, onun iştirakı, Azərbaycan milli qəhrəmanları və bütün bu proseslər demək olar ki, Azərbaycan bölməsində əslində sadalayaram, yarım saat Azərbaycanın
sual bloku üzrə nələr düşə bilər, o məsələləri belə deyək, təqdim edə bilərəm. Çünki istər dövlət qulluğunun müsahibə mərhələsində, istərsə dövlət miqrasiya xidmətində, istərsə də Xarici İşlər Nazirliyinin dünya görüşü blokunda düşən sualları demək olar ki, bu suallar hər dəfə fırlanır, gəlib müxtəlif müsabiqələrdə sizin belə deyək qarşınıza çıxır. Sonra deyək nə? Diqqət yetirə bilsək, digər bir məsələmiz dünya blokudur. Dünya üzrə bizə nələr düşə bilər? Dünya üzrə blok əgər bir Azərbaycanda bu qədər xırda detalları sadaladıqsa, dünya üzrə onun qlobal fikirləşəndə daha çox məsələləri biz diqqətə çatdıra bilərik. Təbii ki, Böyük İpək yolu. Demək olar ki, son 2-3 müsabiqədə düşən suallardan biridir. Böyük İpək yolu, onun tarixi, onun üzərində yerləşən ölkələr və Böyük İpək yolunun belə deyək, Azərbaycan tarixində rolu və yeri. O cümlədən Traseka proqramına Azərbaycanın qoşulması məsələsi. Sonra dünya turizm mərkəzləri və bunun xüsusiyyətləri, zərurətlər məsələsi və onun iqtisadiyyatda yeri ilə bağlı suallar qarşınıza çıxa bilər. Dünya, o cümlədən dünyanın relyefi, dünyada dağlar, dünyada çaylar, dünyada düzənliklər, ovalıqlar, bunlar aktual məsələlərdir ki, bunlar mütləq şəkildə qarşınıza çıxacaqdır. Sonra dünya dövlətləri, o dövlətlərlə bağlı müəyyən xronologiyalar, yəni orada proseslər necə ola bilər, dünyada ən uzun sürən dövlət kimi, dünyada ən tez başa çatan müharibə kimi, dünyada ən uzun sürən müharibə kimi, hansısa müharibənin kimlər arasında olması məsələsidir. Həmçinin dünya, birinci və ikinci dünya müharibələri, bu müharibələrdə iştirak edən dövlətlərin siyasi xətti, planları, məsələn, Edelweiss nədir, Vilvet planı nədir, Barbarossa planı nədir, Şilipen planı nədir, bax, belə şeylərlə bağlı qarşımıza çıxa bilər. Sonra dünyada yazıçılar məsələsi, dünya blokunda aktualdır. Demək olar ki, bütün müsabiqələrin dəyişməz bir sistemidir. Dünya yazıçıları, o cümlədə onların içində Avropa və Rusiya yazıçılarına xüsusilə önəm verirlər və onların əsərləri. Sonra dünya coğrafi kəşfləri, aktual məsələdir yoldaşlar. Dünyada gedən coğrafi kəşflər Christopher Columb, Ferdinand Magellan'dan başlamış, James Cook'a qədər müxtəlif vəziyyətlərdə düşür. Sonra dünyada Oscar mükafatının təqdim olunması məsələsidir. İlk dəfə Oscar alanlar və ya Oscar mükafatının formasından bağlı, o cümlədən Nobel mükafatından bağlı eyni tərzdə, eyni qəlbdə suallar düşür. Dünyanın aktual problemlərindən olan miqrant məsələsi və qaçqın məsələsi, onların xüsusiyyətləri, istiqamətləri, ümumiyyətlə qaçqın və məcburi köçkün məsələləri diqqət mərkəzindədir. Dünya memarlıq abidələri, dünya incəsənət məkanları da demək olar ki, bu proqramda düşən suallar arasındadır. Sonra dünya xalqları. Burada Türk xalqlarından gedir söhbət, German xalqlarından gedir, Slavyan xalqlarından gedir, onların qruplaşmasından gedir. Şərq Slavyanlarına kimlər daxildir, Qərb Slavyanlarına, aşağıdakılardan biri daxil deyil kimi suallar qarşımıza çıxacaqdır. Sonra dünya siyasi liderləri. Dünya siyasi liderlərinin xarakteri xüsusiyyətləri demək olar ki, bir sualınız bu ətrafda olacaqdır. Sonra dünya dilləri, dövlətlərin dilləri, ən çox işlənən dillər kimi, ən az işlənən dillər kimi, ən geniş yayılmış, ən neçə dövlətin dili tutalım, İngilis dilli neçə dövlət var, bu tipli məsələlər olacaqdır ki, bunlar haqqında fikir mübadiləsi aparacaq. Sonra dünya təhsil sistemi, dünya universitetləri, yəni belə deyək, dünya universitetlərin yaranması, mövqeyi, ilk universitet, ən çox məzunu olan universitet, ən çox professor olan universitet və s. qarşımıza tutacaq. Dünya blokundan bizim soyuq müharibə. Demək olar ki, soyuq müharibə son 2 müsabiqədə düşübdür. Onun bəzən illərlə bağlı dəyişikliklər olur. Hansı hadisə ilə başlayıb və nə zaman başa çatmışdır. Sonra yenə də birinci və ikinci dünya müharibəsi aktual məsələlərdir. Beynəlxalq siyasi təşkilatlar, yəni beynəlxalq münasibətlərin tərkib hissəsi kimi beynəlxalq siyasi təşkilatlar, onların fəaliyyəti, onların mənzil qərargahı, onlara daxil olan dövlətlər, xüsusilə Avropa Birliyinə daxil olan, NATO-ya daxil olan, AKP-ə daxil olan və olmayan dövlətlər şəklində qarşımıza çıxır. Ona görə də mütləq şəkildə dünya üzrə bu bloka baxacaq.
Bir də qlobal siyasi proseslər, demək olar ki, ətrafımızda gedən proseslər o qədər belə deyək, qəribə proseslərdir ki, bu proseslərdən kənarda dura bilmərik. Xüsusilə son illərdə baş verən Ukrayna münaqişəsi və onun ətrafında gedən proseslər, o cümlədən Yaxın Şərq böhranı, İsrail-Fələstin münasibətlərindəki proseslər, Pakistan-Hindistan arasında Kəşmir məsələsi, o cümlədən Afrikada Somali məsələsi, ümumiyyətlə Şərqi Asiya, Çin, Yaponiya, Koreya, Şimali Cənubi Koreya münasibətləri, Koreya müharibələri, Cənub-Şərqi Asiyada belə deyək, Vyetnam müharibəsi, onun xarakteri, xüsusiyyətləri, Karib siyasi böhranı, Falkland böhranı Argentina, İngiltərə arasında, İrlandiya məsələsi, İrlandiyanın müstəqillik almağı, Olister problemi məsələsi, ümumiyyətlə İngiltərənin Avropadan ayrılaraq özünün ayrıca bir Brexit elan etməsi, bütün bunlar hamısı demək olar ki, dünya siyasi blokunun suallarının tərkibçəsidir ki, bunlar haqqında fikir mübadiləsi aparmalı olacağıq. Bunların haqqında mən sizə məlumat verəcəm və əminəm ki, o sahədə hər hansı bir namizədə sual düşsə, həmin namizəd çox fikirləşmədən elə sualı görən kimi Allah buyursa biləcəksiniz. Yəni, mən əslində sizə bir məlumat verib, yəni keçəcəyimiz dünya görüşü dərslərində həmin dərslərə bir-iki dəfə qulaq asmağınız bəs eləyəcək ki, bu məlumatları öyrənmiş olasınız. İndi kimsə mütaliə eləməyi sevir, lap gözəl, o mütaliə edir, sonra bir dəfə də qulaq asanda daha mükəmməl anlayacaq. Demək olar ki, sizə düşən sualları 95% dərhal tapacaqsınız. Yəni, 20-30 saniyə vaxt itirmədən tapacaqsınız. Çünki onların hamısına mən toxunacam, hamısı haqqında məlumat verəcəm. Yəni, rahat gələcək. Sonra gəldik hüquq və iqtisadiyyat məsələsi. Bu, üçüncü bölməmizdə hüquq və iqtisadiyyat məsələsi, sual qrupudur. Burada təbii ki, hüquq və iqtisadiyyatda birinci məsələ beynəlxalq hüququn prinsipləri məsələsinə toxunacağıq. Və burada çünki hüquqla iqtisadiyyatı bərabərləşdirirlər. Burada təbii ki, Azərbaycan Konstitusiyası, qanunverilik, icra, hakimiyyəti və məhkəmə hakimiyyəti onlar arasında qarşılıqlı əlaqələr məsələsinə toxunacağıq. Sonra iqtisadi məsələlər burada öz əksini tapacaqdır. Transmilli şirkətlər, onların fəaliyyəti, onların haqları, fəaliyyət istiqamətləri, Azərbaycan mən üzərində oturması. Bəli, bəli, hamısını sadalayaraq. Sonra Azərbaycan iqtisadiyyatında baş verən hadisələr məsələsi, Azərbaycanda vergi sistemi, onun xüsusiyyətləri, vergidən yayılma halları, hadisələrlə bağlı proseslər, Azərbaycanda minimum əmək haqqı məsələsi haqqında fikir edəcəyik. Sonra Made in Azərbaycan brendi altında buraxılan məhsullar və Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən ticarət belə deyək, şəbəkəsi, məkanlar haqqında, devalvasiya nədir, revalvasiya nədir, tələb nədir, təklif nədir, inflyasiya nədir, müdaxilə məhsul nədir, büdcə nədir, büdcənin formalaşmasında iştirak edən amillər nədir, Azərbaycan büdcəsinin formalaşma mənbələri nədir, büdcə kəsiri nədir, büdcə defisiti nədir, büdcə profisiti nədir, kapitalın ixracı, idxalı, fiskal siyasət, monetar siyasət, Azərbaycanda sığorta bazarı, onun xüsusiyyətləri, Azərbaycanda əlavə dəyər vergisi, Azərbaycanda daha belə deyək, dünyada ən əsas olan elektromobil istehsalı bu dəqiqə artıq yeni bir tendensiyadır. Artıq dünyanı demək olar ki, elektromobil istehsal təsərrüfatı öz əlinə almaqdadır. Bu sahədə yüksələn şərq sivilizasiyasını görməkdəyik. Bazar iqtisadiyyatı, ümumiyyətlə, baza iqtisadi anlayışları, davamlı inkişaf nədir, sosial rifah vəziyyət nədir, dövlət idarəçiliyi nədir, ictimai siyasət nədir, sosial dövlət modeli nədir? Bütün bunlar haqqında inşallah biz hüquq və iqtisadiyyat bölməsində məlumat verəcəyik. Və bir də aktual məsələ sizin əksər iştirakçılar üçün gəliz gələn, amma içində yaşadığımız müasir trendlər məsələsi.
Dördüncü bazı suallar sırf müasir trendlərlə bağlı olacaqdır. Onlara dair yəni bölmədə hər suala deyək ki, bir dəqiqə vaxt ayrılaraq müasir trendlər barədə fikir mübadiləsi suallar düşəcək. Təbii ki, bu vaxta qədər düşən suallar bizim üçün bir istiqamətdir. Onlara əsas götürərək artıq hansı mənbədən istifadə edirlər, onu biz belə deyək, bilirik ki, onların yanaşması nətərdir, necədir? O baxımdan da sırf müasir trendlər bölməsinə də biz fikir verəcəyik. Müasir trendlərdə əsas məsələlər nədir? Bilirsiniz ki, dünyada artıq yeni bir tendensiya var. Rəqəmsallaşma. Rəqəmsallaşma anlayışı nədir? Birinci buradan başlayaq. İnnovasiya, yəni müasir texnologiyalar haqqında, sonra qlobal iqtisadi trendlər nədir? Süni intellekt nədir? Süni intellekt bilirsiniz ki, artıq bəşəriyyəti götürübdür. Qlobal şəbəkə təhlükəsizliyi nədir? 4G texnologiyası, 5G texnologiyası, onun müsbət və mənfi tərəfləri haqqında fikir mübadiləsi aparacağıq. Yaşıl enerji layihəsi nədir? Sonra Danner-Kruger effekti nədir? Belə bir yanaşma var. Dünyada fəaliyyət göstərən şirkətlər, onların fəaliyyət istiqaməti, Acer, HP, Lenovo, Dell, onların yaranması, mərkəzi və s. haqqında sosial şəbəkələr, falan Wikipedia kimi, Telegram kimi, WhatsApp kimi və digər sosial şəbəkələr, terminlər, xüsusilə müasir trend olan terminlər, iqtisadi terminlər burada gəlir. Məsələn, sual verir ki, Metaverse anlayışı nədir? Süni intellektin xüsusiyyətləri haqqında fikir mübadiləsi aparacağıq. Sonra dünyada müharibə strategiyaları. Biri var hərbi müharibə strategiyaları, biri var artıq sosial şəbəkə müharibəsi belə deyək, strategiyalar haqqında. Sonra müxtəlif şirkətlərdən dedik, məsələn deyək ki, Kisco şirkəti haqqında suallar düşür, Amazon şirkəti haqqında suallar düşür. Virtual aləm nədir? Hacker hücumları nədir və necə qarşılanır? Dünyada müasir suvarma sistemləri haqqında suallar düşüb dəfələrlə. Elektron hökumət portalı nədir? Elektron cəmiyyət nədir? Elektron parlament nədir? Biometrik pasportlar, onların xüsusiyyətləri, internetin bugünü, gələcəyi ilə bağlı fikir mübadiləsi, alfa nəsli nədir? Beta nəsli nədir? Z nəsli nədir? Sonra GMO deyilən bir anlayış var. Geni modifikasiya olunmuş məhsullar, onların müsbət tərəfləri, mənfi tərəfləri, iqtisadi sistemdə onların yeri, dünyada həyata keçirilən müxtəlif layihələr, bu layihələr iqtisadi əsasları, sonra urbanizasiya prosesi nədir? Ümumiyyətlə, dünyada urbanizasiya nə şəkildə gedir, bu anlayışın mahiyyəti nədir və ya suburbanizasiya nədir? Sonra, məsələn, Greenpeace təşkilatı var, belə bir təşkilat var, onun fəaliyyəti ilə bağlı artıq dəfələrlə suallar düşmüşdür. İnternet televiziyaları nədir? İqtisadi fəaliyyət göstərən şirkətlər, kriptovalyuta məsələsi nədir? Qış yay olimpiya oyunlarla bağlı müasir trendlərdə düşür. Həyatımızın ayrılmaz tərkib hissəsi olan, artıq belə deyirik, bütün dünyada başa çatıb, Azərbaycanda bitmək bilməyən və 360 dərəcə bizim sərhədlərimizi bağlayan COVID-19 infeksiyası haqqında fikir söyləyəcəyik. Qloballaşma nədir? Big data anlayışı nədir? Rəqəmsal texnologiyalar nədir? Sosial media anlayışı nədir? Bərpa olunan enerji mənbələri nədir? Bax, belə deyim sizə, bir sıra terminologiyalar dedim. Bax, sual düşür. Pluralizm nədir? Sosializm nədir? Legitizm nədir? Globalizm nədir? Sentrizm nədir? Konservatizm nədir? Belə suallar düşür ki, anidən düşəndə onu dərhal tapa bilmirsiniz. Həm də artıq bu iki sistemdə bəzi yeniliklər olacaq, onu mən sizə deyəcəm. Sonra qlobal ekoloji problemləri anlayışı, yaşıl enerji növləri, BMT-nin davamlı inkişaf proqramının xüsusiyyətləri, sonra sosial şəbəkədə sinxron mesajlaşma platformaları hansılardır? Spotify nədir? Apple Music nədir? Tidal nədir? YouTube nədir? Rəqəmsal musiqi bazaları nədir? COP, ümumiyyətlə, beynəlxalq təşkilatı nədir? Rəqəmsal detoks anlayışı nədir?
Z nəslinin xüsusiyyətləri nədir? Rəqəmsal əkiz dedikdə nəyə başa düşürük? Dördüncü sənaye inqilabı dedikdə nəyə başa düşürük? Beynəlxalq Enerji Agentliyi hesabatları necədir, nətərdir, haraya fəaliyyət göstərir? Süni intellektin ümumiyyətlə xüsusiyyətləri, organik məhsullar nədir? Ə, Qloballaşmanın iqtisadi aspektləri nədir? Elektron demokratiya nədir? Şu vaxtlar keçənlərdə düşən suallardan biridir. Elektron demokratiya anlayışı, bank xidmətləri mövzusunda, sosial media trendləri mövzusunda, ekoloji mahiyyət nədir? Şəhər əfsanəsi anlayışı nədir? PayPal nə deməkdir? Tesla şirkəti, Morgan Spotify şirkəti, Nvidia şirkəti, Ripple şirkəti, Gemini nədir, Chatbot nədir, Yandex nədir və ChatGPT-ni daha hamı tanıyır. Yəni, belə deyil, müasir trendlərə girdikdə həddən çox böyük bir sahəni əhatə edən bir mövzudan söhbət edir ki, biz Allah qoysa bu mövzuların hamısına belə deyək, baxacağıq, fikir mübadiləsi aparacağıq. Gördüyümüz kimi, Azərbaycan üzrə sual bloku, dünya üzrə sual bloku, hüquq və iqtisadiyyat üzrə sual bloku və müasir trendlər üzrə sual bloku bu şəkildə verilmişdir. Təbii ki, bu sahələr üzrə informasiya mübadiləsi vermək mənim üçün rahat bir sahədir. Nəyə görə? Çünki ixtisasının müəyyən bir, belə deyək, tərkib hissəsidir. Mən özüm Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirmişəm və magistratura üzrə, magistraturanı isə Avropa və Amerika ölkələrində bitirmişəm. Ona görə də profilimiz siyasət və hüquq istiqamətinə olduğuna görə beynəlxalq münasibətlər sistemində baş verən prosesləri çox yaxşı anlayırıq. Bu sahədə inşallah sizlə əminəm ki, çox gözəl dərslərimiz olacaqdır. Ən əsası odur ki, kimin hansı ixtisasa malik olmasından asılı olmayaraq, mən sizə Azərbaycanı daha yaxşı tanıtmağa çalışacağım və Azərbaycanı dərk etməyə, yəni belə deyək, girişəcəyik. Azərbaycanın ən qədim dövründən, belə deyək, 1801-ci ilə qədər, yəni Çar Aleksandrın Azərbaycana hücumuna qədər, belə deyək, manifestinə qədər bir dərsə götürəcək bütün Azərbaycan dövlətləri, bir dərs ərzində həmin dövlətlərin adları, onun xronologiyası, onun siyasi quruluşu, iqtisadi quruluşu, dini vəziyyəti, hökmdarları, mübarizə apardığı, belə deyək, qüvvələr, paytaxtları və ən əsas hadisələr. Bunu Allah qoysa, gələn dərsimizdə bir dərsə bütün Azərbaycan tarixini belə deyək, yekunlaşdıracağıq və gələcək Azərbaycan xalqının həyatında və onun tarixi torpaqlarında çox böyük dəyişikliyə səbəb olan 19-cu əsrin əvvəlinə gəlmiş olacağıq. Burada artıq Gülüstan müqaviləsi, Türkmənistan müqaviləsi və onun belə deyək, tariximizdə qoyduğu iz və ondan sonraki proseslər, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycanda neft erası, onun tarixi, daha sonra Azərbaycan SSR dönəmində 2 dərsə də təmiz onları bitirib, artıq Vətən müharibəsi, Qarabağ və Vətən müharibəsi dönəminə keçəcəyik. İnşallah Azərbaycan üzrə ümumi bloku qutardıqdan sonra artıq Azərbaycan coğrafiyasına keçəcəyik və Azərbaycan mədəniyyəti, ədəbiyyatı, Azərbaycan memarlığı, ardıcıllıqla bunları hamısını öyrənmiş olacaq. Yəni, belə deyək, yüksəliş müsabiqəsi sadəcə biz üçün bir bəhanə olsun. Biz Azərbaycanımızı bir yerdə tanıyaq və Azərbaycanın timsalında, belə deyək, bütün dünyanı tanıyaq və hesab edirəm ki, bizim birgə olacağımız o 2 ay ərzində sizin bəzilərinizə deyə bilərəm ki, biraz hiss sıxmasın, 25-30 ildə əldə etməli olduğumuz informasiyanı biz 2 ay ərzində əldə edəcəyik və qarşılıqlı fikir mübadiləsi aparacaq. Həmçinin bu sahədə sizin də dəyərli fikirləriniz olacaqdır, inanıram ki, və suallarınız olacaq, fikir mübadiləsi olacaqdır. Və bu əsnada
e, gözəl, maraqlı dərslərimiz olacaqdır. Sizdən belə deyək, öncə artıq 20 gün əvvəl başlayan birinci qrupumuz var. O qrupun yoldaşlarla danışırıq qrupda. Artıq dərslərimiz elə bir məcrada keçir ki, yoldaşlar özləri yazırlar ki, müəllim, nə vaxt başlayırıq dərsə? Deyirəm ki, hələ var. Dərsimiz çünki 3-cü, 6-cı gün olur onlarla saat 9-dan sonra. Artıq 5-ci gündən, 4-cü gündən yazırlar ki, mən 6-cı günü gözləyirik, tez qədər dərs gəlsin, qaldığımız yerdən davam edək. Bu yaxşı tendensiyadır. Çünki insanoğlu həqiqətən yaxşı informasiyaya azdır. Bu dəqiqə bizim həyatımızda bizə lazım olmayan o qədər gərəksiz informasiya ilə dolup ki həyatımız. Çünki harana açılır istər televiziyası, lazımsız verilişlərdən doludur. Sosial şəbəkəyiz asılası vəziyyətdə deyil, səviyyəsiz informasiya ilə doludur. Metromuz o vəziyyət, avtobusumuz o vəziyyət, ətraf aləm əsəb xəstəliyi, probka və iş yerində də hərənin bir cür iş həyatı, orada müxtəlif problemlər. Və belə deyək ki, yoldaşlarla danışdıqca, fikir mübadiləsi apardıqca belə bəlli olur ki, yoldaşların elə deyir, həftə ərzində ən gözəl keçirdiyimiz vaxt o dərsdəki vaxt olur. Bu mənim adıma deyərəm, öz adıma ki, çox sevindirici bir haldır. Nə yaxşı ki də sizin kimi gənclər var və belə dəyərli informasiyanı öyrənməyə can atırlar, eşitməyə can atırlar. Dünya görüşü həyatdır. Dünya görüşü insanın baş tutalığıdır. Çünki olduğun məkanda, olduğun ortamda kimsə nədənsə bir söhbət açanda həmin məsələ ilə bağlı artıq öncədən məlumatlı olman və sıra sənə gəldikdə fikri bir münasibəti sağlam şəkildə bildirməyi yalnız baş ucalığıdır. Və bu insanı olduğu ortamda yalnız hörmətli eləyə bilir. Bəlkə də kənardan elə insanlar olur ki, baxırlar ki, yox, sən iqtisadçısan, sən nə bilirsən, bir tarix və siyasi proseslər nədir və ya o bir tarixi sahəyə baxır, o tutarıqdır deyir, sən nə bilirsən, iqtisadiyyat nədir, inflyasiya nədir, deflyasiya nədir və demək olar ki, biz 2 aylıq dərs müddətində bu məsələlər ətrafında elə bir fikir mübadiləsi aparacağıq ki, kimin hansı sahədən olmasından asılı olmayaraq, hətta bir bədən tərbiyə akademiyasını bitirmiş məzun belə bu informasiyalardan xəbərdar olacaqdır. Çünki dünya görüşü çox vacib bir məsələdir. Bax belə bir daha deyirəm yoldaşlar və yaxud bir nəfər yazmışdı ki, o ixtisasların istiqamətini bir də deyərdiniz. Deməli, 4 istiqamət var, bir daha deyirəm. Azərbaycan üzrə sual blokudur. Bura hər sahə daxildir, Azərbaycan iqtisadiyyatı, siyasəti, mədəniyyəti, incəsənəti, hər bir şey. İkinci sahə dünya üzrədir. Burada da dünyaya dair hər bir məsələ öz əksini tapır. Üçüncü məsələ hüquq və iqtisadiyyat. Çünki bunlar bir-birinə çox bağlı sahədir. Hüquq olmayan yerdə iqtisadiyyat olmur, iqtisadiyyat olmayan yerdə demək ki, hüquq yoxdur. İstər Azərbaycan, istər dünya üzrə. Bir də dördüncü məsələ müasir trendlər, artıq bizi əhatə edən müasir dünya anlayışı. Bax, bu 4 istiqamətdir. İnşallah. Belə. Mən hesab edirəm ki, sizə müəyyən qədər bir istiqamət verdim, müəyyən qədər bir tanışlıq xarakterli mövzu oldu. Çünki digər yoldaşlarımla ilk dərsimiz tanışlıq xarakterli olmuşdu və hesab edirəm ki, artıq bizi nələr gözlədiyindən xəbərdarsınız. Buyurun, sizi dinləyirəm. Demək olar ki, hazırlıq biz proqramımızı 2 ay ərzində bitirəcəyik. Demək olar 2 aya tam bütün proqram başa çatmış olacaq Allahın köməyi ilə. İmtahan tarixi prosesi Tapdıq müəllim imtahanlar barədə geniş məlumat veribdir sizə, qrupda yazıbdır. İlkin qaydada biz gözləyirik ki, artıq belə deyək, bugündən sabaha o məcazi mənada deyirlər ki, qeydiyyat prosesinə start veriləcəkdir. Amma bəzən yoldaşlar var ki, bəzi suallar olur ki, bəli, bunda qeydiyyat başlayanda biz başlasaq çatarıq mı? Tam səmimi deyim sizə, yəni bunu deməsəm haqsızlıq olar, hörmətsizlik olar.
Tam imtahanın elanı olanda, dərsə başlayanda açıl verən proqramı çatdırmaq mümkün olmayacaqdır. Əlavə olaraq mən verə bilərəm proqramı, amma yüklənib altından çıxa bilməyəcək proqramın. Ona görə də artıq bu Azərbaycanın əski psixologiyasını biz tərk eləməliyik. Əski Azərbaycan psixologiyası nədir? Bizim ən çatışmayan və həmişə bizi geri salan bir məsələ. Bəzən yoldaşlar olur ki, çox olur görürük. Deyir, bəli, müsabiqə elan olunsun, onda başlayarıq. Bu yanlış bir məsələdir. Onsuz da elə ya belə bir həftə, 10 günə, 15 günə bu müsabiqənin elan olunacağı qaçılmazdır. Amma bunun elan vaxtını başlayıb gözləyib, elan çıxandan sonra yola belə deyim, mübarizəyə başlayanda, oxumağa başlayanda həqiqətən insan yarı yolda qalır. Çünki vaxt imkan vermir bütün informasiyanı qəbul etməyə. Amma ağıllı insanlar həmişə öncədən yola çıxanlardır. Çünki zaten yola çıxaraq bilir ki, geci-tezi qısa bir vaxt ərzində onsuz da bu vəziyyətlə rastlaşacaq, bu suallarla rastlaşacaq. Nəyə görə qaçaqaçlar buna hazırlaşmalıdır? Ona görə öncədən prosesə hazırlaşmaq daha təqdirə layiqdir. Bəzən görmürsünüz, bizim ənənəvi bir psixologiyamız var. Yəqin digər yoldaşlar da təsdiq edir və hər dəfə dövlət qulluğunda tələbələrlə demək ki, hər ay bundan rastlaşırıq. Deməli, müsabiqə elan olunur, qalıb ki, ayın ikisi. Ayın ikisi müsabiqə elan olundu, bir ay ərzində, 20 gün ərzində qeydiyyat gedir, deyək ki, 22-sinə kimi. İkisindən qeydiyyat başlayır, soruşuram, kim qeydiyyatdan keçib, gözləyirlər, 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 gözləyirlər. Elə ki, sona yaxın qalmış, bir neçə gün qalmış, qeydiyyatdan keçməyə cəhd edirlər. Onda da baxırlar ki, artıq yerlər dolubdur, limit dolubdur. Yəni, mütləq deyil ki, bu prosesdə gecikəsən və ya mütləq deyil ki, yüksəliş tipli, vergi orqanlarına hazırlıq tipli, miqrasiya tipli, Xarici İşlər Nazirliyi tipli imtahanlarda müsabiqə elan oluna da sonra ona hazırlaşacaq. Mən sizə tam səmimi deyim. Yəni, mən söz miqrasiya üzrə proqram hazırlığı istəsək də istəməsək də bu 3 aylıq proqramdır. Bu proqram mart ayında da elan oluna bilər, bu proqram may ayında da elan oluna bilər. Amma nə vaxt elan olunmağından asılı olmayaraq, bu proqrama başlayıb hazırlaşmaq və proqramı tam bitirmək lazımdır. Tam bitirdikdən sonra bir proqramı, okey, nöqtəni qoyursan, artıq proqramı bilirsən, indi gözləyirsən imtahanın vaxtını, müsabiqənin elanını. Müsabiqə elan olunan vaxtı artıq proqramı keçdiyinə görə sənin üzərində düşür, yalnız onu bir ay ərzində nə etmək? Təkrarlamaq. Çünki müsabiqə elan olunanda ən maksimum bir ay öncədən elan edirlər. Yəni, bir ay ərzində sən axı 3 aylıq bir proqramı hazırlaşmağın mümkün deyil. Ya vergi orqanlarına hazır olsun, ya da məsələn, Xarici İşlər Nazirliyinin hazırlığı çox geniş proqramdır, açıq deyil. Məsələn, bizim Xarici İşlər Nazirliyi imtahanında tam yoldaşlarla 51 qanunu biz keçirik. Hansı ki 51 qanun BMT-nin nizamnamələrindən tutmuş yoldaşlar tutun bütün beynəlxalq insan hüquq və azadlıqlarını hər bir şey çox geniş bir məsələdir. Əznəbilər vətəndaşlığı haqqında qanunlardan tutun, miqrasiya hər şey var orada. Və bu proqramı 51 dənə qanunu müsabiqə elan olunur bir ay əvvəldən. Bir ay ərzində 30 gün gibi, 30 günün hər günü sən bir dənə qanunu oxusan belə çatdıra bilmərsən məntiqi cəhətdən. Ona görə Xarici İşlər Nazirliyi müsabiqəsini biz adətən 4 ay, 5 ay əvvəldən başlanmağı tövsiyə edirik. Nəyə görə? Tək orada qanunvericilik deyil, orada məntiq də var, orada eyni ilə yüksəliş imtahanına tam daxil olan dünya görüşü materialı eyni ilə orada da var. Yəni, proqram genişdir, xarakteri genişdir. Ona görə də öncədən başlamaq daha sağlam qərar hesab edilir. Bəzən elə həmkarlarımız olur ki, imtahanlar Təhsil Nazirliyinə aid olan imtahan, bəli, Təhsil Nazirliyi dövlət qulluğu xətti ilə keçirilən imtahandır. Dövlət qulluğu üzrə keçirilən imtahanda Təhsil Nazirliyinin sırf müvafiq vakansiyaları üzrə hazırlıq, bəli, ikinci turunu həyata keçirir. Ümumiyyətlə, belə deyim sizə yoldaşlar, Azərbaycan Respublikasının dövlət sərhədləri daxilində dövlət xətti ilə, din xətti ilə keçirilən bütün müsabiqələrin həm test mərhələsi, həm də müsahibə mərhələsinin hazırlığını mən həyata keçirirəm.
Yəni elə bir dövlət qurumu yoxdur ki, onun müsahibə mərhələsinə hazırlığı həyata keçirməyib. Və yaxud da istər dövlət qulluğu üzrə BB kateqoriyası, BA kateqoriyası, AC və AB kateqoriyası. Yəni orada elə bir heç bir fərq yoxdur. İstənilən bir dövlət qurumu proqramını, müsahibə mərhələsini qurumun proqramından və qurumun belə deyək, kateqoriyasından, təsdiqatından asılı olaraq vakansiyanın adətən bir ay yarım və maksimum 2 aya qədər davam edir müsahibə mərhələsindən hazırlıq. Yenə onun da ana xətti ümumi qanunvericilik dünya görüşü üzərində qurulduğuna görə orqan üzrə proqram bir ayrı məsələ. Yenə də bu vaxt alır. Yenə də hardan fırlanırsan fırlan, Azərbaycanda hansı müsabiqənin adını çəkirsən çək, onun birinci turunda olmasa da onun ən azından ikinci tur müsahibə mərhələsi gəlir dünya görüşündə cəmlənir. Dünya görüşü. Yəni bu şəxsiyyətin ümumi xarakter belə deyək, səviyyəsini aşkar eləməyə, onun virtual qabiliyyətini mi deyim, beynin həzmini mi deyim, onun o durduğu ortamı və ya olduğu ortamın xüsusiyyətlərinə uyğun olub olmadığını müəyyən etmək üçün mütləq şəkildə dünya görüşü ilə bağlı sual-cavabı həyata keçirilir. Hər bir müsahibəyə girən namizədə minimum bir 3-5 sualdan ibarət dünya görüşü sualı müsahibə mərhələsində verilir. Ona görə də biz bu mərhələyə hazırlaşmaqla nəyə nail olacaq yoldaşlar? Deyə bilərəm ki, sizə o deyir, bəzən bir məsələmiz var, bir daşla iki dovşan vurur, ya iki quş vurur anlayışı. Biz bir dənə daşla, bir dənə deyək, yüksəliş müsabiqəsini əsas tutaraq, onu əlimizdə bəhanə götürərək deyək ki, yola çıxırıq və çıxdığımız bu yolda öyrəndiyimiz informasiya ilə bizim gələcək həyatımızı müəyyən edən bütün istiqamətlər üzrə işimizi yüngülləşdirmiş olduq. Demək olar ki, istər dövlət orqanında çalışan şəxslər, sizlərin içində var, daxili müsahibələrə girmək istəyirsiniz, yer dəyişməyə getmək istəyirsiniz. Təbii ki, hər bir şəxs digər vəzifədə yüksəlsin. Kimsə aparıcı məsləhətçi olmaq istəyir, kimsə baş məsləhətçi, kimsə sektor müdürü müavini olmaq istəyir, kimsə şöbəyə getmək istəyir və vəzifə artımı iddiasında olan hər bir şəxsin bilməli olduğu informasiyanı Allahın izni ilə biz sizlə bölüşəcəyik və əminəm ki, bizim bu 2 ayımız çox dəyərli bir 2 ay olacaqdır. Ona görə mən bəyaz söhbətimizin girişində dedim ki, bizim əldə etdiyimiz informasiya 25-30 il ərzində əldə edəcəyimiz informasiya bərabər olacaq Allah qoysa. Belə, nə deyim, can sağlığı deyim. Düzdür, siz məni tam tanımırsınız. Bugün sadəcə olaraq qiyabi virtual bir tanışlığımızdır. Amma Allahın izni ilə sizinlə dərs keçəndən sonra yəqin ki, digər həmkarlar kimi, yoldaşlar kimi təvəzzükarlıq olmasın, siz də çox sağ ol deyəsiniz. Və digər yoldaşların dediyi kimi ki, yəni haşiyə çıxın. Belə mən, siz niyə belə həvəslə, elə həvəslə mövzunun içinə girirsiniz, izah edirsiniz. Proses ondan ibarət yoldaşlar. Mən zövq alıram. Mən sözün həqiqi mənasında informasiyanı qarşı tərəfdə ötürməkdən zövq alıram. Yəni desəm ki, mən haralarda işləmişəm, hansı qurumlardan keçib gəlmişəm və o ayıb olar, düzgün çıxmaz. Mən sonda bir qərar verdim ki, və hamısından demək olar ki, ərizəmi yazıb çıxmışam. Hal-hazırda müstəqil bir fəaliyyəti keçmişəm və bir çox qurumların hüquq və kadrlar şöbəsində baş məsləhətçi vəzifəsinə qədər qalxmışam, işləmişəm. Amma sonda bir şeyi dərk eləmişik. İşə götürən zaman, müsabiqələrin müsahibəsində, müsahibə komissiyasının tərkibinə girən zaman gördüyüm bir şeyin şahidi olurdum ki, gələn namizədlər yalnız belə deyim, orqan üzrə proqramı, test proqramından əzbərləyib gəlirlər və namizədlərimizin dünya görüşündən vəziyyəti yaxşı deyil. Onlar, biz millət olaraq özümüzü tam tanımırıq və özünü tanımayan bir toplum da, öz tarixini, öz kökünü bilməyən bir toplum da haradan gəlib, hara gedəcəyini bilməz. Və ondan sonra qərara gəldim ki, tamamilə digər sahələrdə fəaliyyəti dayandırıb, tam köklənib namizədlərin inkişafına. Çünki zehni inkişaf və dünya görüşü istiqamətində inkişaf
çox prioritet bir məsələdir. Mənim cənnətim elmdədir. Mənim alnıma yazılan ancaq öyrətmək, informasiya mübadiləsi eləmək, təlim vermək və bu sahədə mən özümü çox xoşbəxt hiss edirəm. Və o qədər xoşbəxt hiss edirəm ki, mən qarşı tərəfə informasiya ötürəndə onu sadəcə təsvir edə bilmərəm. Və ona görə də mən dərsləri böyük həvəslə keçirəm, böyük arzu ilə, böyük zövqlə keçirəm. Bu da qarşı tərəfə yoldaşlara istər-istəməz e, görüş olur və ona görə də böyük həvəslə dərslərimiz davam edir. İnşallah sizlə də Allahın izni ilə siz təbii ki, sonunda qərarınızı tapdıq müəllimə deyəsiniz. Kimlər ki, dünya görüşü qrupunda qeyd olacaqsa, həm dərslərin PDF materialları, həm də video materialları hər dərs veriləcəkdir sizə. Allahın izni ilə artıq növbəti həftəmizin 3-cü günündən və 6-cı günündən sizlə dərslərə başlayacağıq. Mən hər birinizə uğurlar arzulayıram. Ə, Biz gözəl Azərbaycanımızın vətəndaşlarıyıq, gözəl Azərbaycanımızın ə, gənciyik. Bizim ziyalı olmaqdan başqa, bizim təhsilli olmaqdan başqa yolumuz yoxdur. Bir millətin bu dünyada bu gün var olmalı, gələcəyə doğru uğurlu bir şəkildə addımlamağı üçün mütləq şəkildə o millətin ziyalı olmağa lazımdır. Təhsil xaricində bizim ayrı bir gələcəyimiz yoxdur. Ona görə də bu gün gündən-günə mənəvi cəhətdən çökən Azərbaycan gəncliyini bu bəladan, bu belə deyək, mənfi informasiya axınından qorumaq üçün yalnız və yalnız elmi informasiya ətrafında fikir mübarizəsini, həm təbliğatını genişləndirməliyik. İnşallah ki, digər millətlər kimi bizim millətlər, bizim toplum da mənəvi cəhətdən sağlam bir toplum, onları elmi cəhətdən sağlam bir toplum vəziyyətinə gəlmiş olar Allahın izni ilə. Mən sizinlə sağollaşım. Ə, Çünki artıq bir neçə dəqiqədən sonra digər qrupla dərsim başlayır. Elə dərsə başlayanda güya çay süzmüşdüm bura, çayı içəmədim, yox. Aradakı 5 dəqiqəlik fasilədən istifadə edib bu çayı içim. Belə yoldaşlar, hər birinizə uğurlar olsun. Sağ olun, özünüzə yaxşı baxın. Sağ olun, sağ olun.